Kafeyə Həqiqətən də gəldilər. orada qəribə hadisələrin baş verdiyi görünür. Qadın ayağım. Bu tadı bulanıqlığı görürsünüz. Çox görün nə qədər bulanıqlıq var. O montajda. Çünki elə bilirlər. Çünki nə bilir ki o oradan laxlanır, o da onu çəkir. Çünki əllə çəkilişi bir şeydir bu. Görsüz qıraqlar laxlayır. Qıraqlara fikir verin. Qıraqlar laxlayır. Sonra fırlandı təzdən qayıtdı oyuna. Təzdən qayıtdı yetdi ora. Düşdü yerə. Gördüyünüz kimi. Adam ola bilər. Meksikada yerləşən supermarketlərin birində qəribə hadisə baş verib. Belə ki, aynen rifdə olan bəzi məhsullar yerə tökülür. Ayaqdan şey dedim, merak edirdim, Allah'a əkber. İndi marketdə nə ola bilər ki? Bir marketdə nə ola bilər? Ona baxacaq. Keçir. Yox. Yuxarıdan o nə şey alır ki, kameradan çəkir ki. Onu kimsəyə yeki ona görə çəkir də. Yoxsa elə belə olmaz ki, onun o kamerada, sabit olan bir kamera çünki yerə çəkməz. Laxlama çəkməz. Düz çəkər. Yəni nə bilim, töküldü, dağıldı o yerə. Ərzaq töküldü yerə yağın. Elə olar da. Və yağın olandan sonra bu çəkib. Çünki düz bir kamera onu yerə çəkməz. Kişi gedir, kişiden sonra qadın desin, çıxdı getdi. Baxdı, çıxdı getdi. Yağın gedir, kəsəvi yığmağa, təmizləmə eləməyə. Yağın şeydə olardı. Las Vegas'da yerləşən muzeylərin birindən gecələr qəribə səslərin gəldiyi iddia olunur. Həmin muzeydə qeydə alınan bu görüntülər həqiqətən də dəhşətlidir. Belə binalar təhlükəlidir. Ondan sonra gəldi o. Boşdu qaranlıq. Qaranlıq yerdə. Burada nəsə durur be. Reddit sosial şəbəkəsində bir adam iddia edir ki, evində qəribə hadisələr baş verir. Qaranlıqda nəsə durmuşsa. Qeydə alaraq görüntüləri sosial şəbəkədə paylaşır. İşıq yanır, sönür. Yanır, yenə söndü. Yandı, yenə söndü. Yandı, söndü. Yanır, sönür. Yanır, sönür. Yanır, sönür. Yanır, sönür. Yanır, sönür. O gitsinlər. Yandı, söndü. Yanır, sönür. En çok da korkulara bakanda en çok da şeyli olur. Kukunada olur böyle şeyler. Otaklarda az olur ama kukunada çok olur. Təzdən qayıtdı yerinə. Burada qaranlıqdır. Burada məsəl qalırsınız. Ondan sonra bax, işıq söndü. Bir uşaq hər gün atasına evdə qəribə hadisələrin baş verdiyini deyirdi. İlk başta uşağın atası buna əhəmiyyət vermirdi. Ancaq sonra ata evə nəzarət kamerası qoymaq qərarına gəlir. Nəzarət kamerasının qeydə aldığı görüntüləri izləyən ata dəhşətə gəlir. Çünki qeydə alınan görüntülərdə evdə həqiqətən də qəribə hadisələrin baş verdiyi görünür. Getdi, durdu orada, uşaq baxır. Əziz dostlar, videomuzda bura qədər idi. Videomuzu bəyənib, kanalımıza da abunə olub, like etməyi unutmayın ki, daha çox belə videolar gəlsin. Yorum, like, hər bir şey. Vurun, ekranı vurun. Əla videolar gəlsin. Sağ olun əziz dostlar, digər videolarımızda görüşmək üzrə. Sağ olun.